Alo. Ha, dinle, alo. Hanım salam. Aleykümselam. Əbülfəz kişini tanıyırsınız? Ha. Kimi? Əbülfəz kişi. Ha. Ha, Sen yok ha. paran eve. Səni evə aparan. Ha, onun hakkında söhbet edelim. Ha, tanıyıram, ha. Sizin neçə yaşınız var? 35. Ne dedi? 35 yaşım var deyir. Bana yalladık Ha. onda. Bəs sən bu kişiyə demirsən sənin 65 yaşın var axı. Neyse? Sən bu kişiyə demirsən sənin 65 yaşın var axı. Yo, 65 yaşım yoktu, kim dedi? Nedir? Bəlkə həmin Deyir, xanım 65 deyir, yaşım yoxdur, mənim 35 yaşım var. O 100 masara pul verdi yok diyen. Ne oluyor aldın ondan? 100 manat almısan bu kişidən. Ha. Düzdür. Ne olup şimdiden denen göre? Ay bacı, ay anam. Bu kişinin 93 yaşı var. Sən bunun evinə nəyə getmişdin? Onun eline gitmiş ha. Ha. Özü bilmir. Nedir? Deyir özü bilmir onun evinə nəyə getmişəm. Ha. Anam, bəs sənin 35 yaşın var, bu kişinin 93 yaşı var. Sənin orada nə işin vardı? Ha. Ben ne bileyim onun dostu deyib de ben ne bileyim onun dostu deyib de onun özü bilir de haqqısadır özü bilmir. O ağsaqqal kişidir bilmir ne var ne yok. Ay qadın, ay anam, səni bu kişi ilə kim Ben səni bu kişi ilə kim tanış eləyib? bir onun dostlar taksi şoförü ben onu da tanımıram. O mənə Qadının apardı özünün də, evlərinə. Və sən İki gedəndə sən sənə nə deyirsən? demədilər ki, sənin 35 yaşın var. Sən gedəndə sənə demədilər ki, 93 yaşında kişinin yanına gedirsən. Yo onu mənə o demədilər. Nə dedilər? Dedilər bunun 40 yaşı var. Yox. Heç yaşın soruşmadım. Nə demədilər. Hə, Yəni- yaxşı. Oldu, sağ olun.